Qırmızı yaylığın sərgüzəştləri 6-cı hissə. Təmizlik başlasın. Dostlar, hələ indi gəldim bura. Deməli, bir dənə yaxşı xəbərim, pis xəbərim var. Nəyi pisdir? Xaladilnikimiz qapıdan keçmir. Təsəvvürünüzə gətirin, xaladilniki sala bilmədik bura. Çünki qapıdan keçmir. Ümumiyyətlə, buranı görə sökmək lazımdır, amma ona deməz də. Ona görə xaladilnikimiz qaldı. Biz xaladilniksizıq. Və bu qapıdan xaladilnik bura heç cürə keçmir. Və belə. Qaldı xaladilniksiz, amma yaxşı xəbər odur ki, xanıma gətirilən İran peçini istifadə eləmirlər. Və belə qəşəng yeni, demək olar ki, yeni, bu da istifadə olunmuş idi. Və belə İran peçini artıq qoşdular. Otaq qəşəng istidir, qəşəng. İndi bura isti olmalıdır, divarlar nəmdir də, onlar qurumalıdırlar ki, emulsiya çəksinlər. İndi bu otaq bir günə, 2 günə tam isti olacaq və divarlar qoruyacaq. Və buranın istisi bax bu aradan, bu boş yerdən gedir o otağa. Orada hələ ki o otaqda yatırlar onlar da. Dünən təmizlədiyimiz bu isti ora gedir. Gəldim bu bir otağa. Və burada ucu yaxşı istidir. Yenə də doldurublar bunları hamısını tullayacağım belə də. Tak, deməli, bura istidir. Bura istidir. Oranın istisi gəlir bura. Sonra burada olan deşiyi biraz bağlayacaqlar, işte buradan soğuk gəlməsin. Tak, yenə deyirəm, dolab içinə daşdan getirməlidirlər. Bu lazım olmayan şeylər tullayacaq. Təmiz əşyaları qoyacaq dolaba. Yenə də xahiş edirəm, kimin təmiz cins şalvarı var. Deməli, 38 razmer. Xahiş edirəm xanım üçün. Sonra 12 yaşlı uşağı geyim. Bunlar hamısını tollamaq üçün bizə geyim lazımdır. Yoxsa bunlar yenə də şkafa qoyulsa, özünüz bilirsiniz də, xanımın sterilli maşını yoxdur, paltar yığma maşını yoxdur ki, bunlar hamısı yuyulsun. Bunlar hamısı çirklidir, yəni o keçmişdən qalan iyi, hələ iyi buradadır. Ona görə bunları tollamaq üçün ona təzə geyimlər almaq lazımdır. Bugün görüləcək iş, dostlar, nə edəcəm? Bugün görüləcək iş, bugün mən nə edəcəm? Bax, bu koridoru yığışdıracağım. Yəni, buradan hələ çirklər getməyib. Oradan həyətdən bura gələn dostlar. Onlar da gəlir çirkli ayağla, çünki Zabratın yolları qara gündədir. Amma buranın çirki başqa çirkdir, özünüz də bilirsiniz hansı çirkdir. Hamam yığışdırılacaq, smestitel alınmalıdır. Çünki bərbad vəziyyətdədir. Bu yox, bura. Duş üçün və belənçiylə. Sonra da ayaq yolu təmizlənməlidir. Bu da belə. Tak, dostlar, gəlin sizə nə görsədim, dünələri görsədə bilməmişdim. Evdə isti və soyuq su var. Görsünüz. Artıq mən qaçmayacağım, o yan bu yan. İsti soyuq su var. Hamamda da duş düzəltdilər. İndi göstərəcəm sizə. Gəlirik hamama. Baxın, bu hardan xud verirlər. Bunun ışığı hardandır? Mən ışığını bilmirəm. Şimdi karoçi gəlin belə görsədim. Sizə başlağı çıxacaq. İçərdəndir. Oy, şaxırsa nə oldu? Niyə düzəltmədilər? Şeydir, bax, burada kran. Burada duş. Bir dənə qaldı, mən buranı yığışdıracağım. Bunu siləcəm. Sonra şampuň, hamısını qoyacaq. Bu günləri bu koridoru yığışdırıram. Yenə də göstərdiyim kimi su var, millət. Su, isti su. Evdə su yox idi, isti su var. Da 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 da. Da 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 da. Da 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 da. Da 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 da. Da 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 da. Takatara katatu katara katatu katatu katara patatu 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 patati patati patara patatu 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 patata
Gəlin sizi mətbəximizlə tanış eləyək. Təmizləndi. Vəsə. Mətbəx işlərim bitdi. Bu günləri elə bilirdim hamamla tuvaleti də təmizləyəcəm. Yox, bugün o qədər sərf elədim vaxtımı mətbəxə. Baxın, pol parıldayır. Parıldayır. Gəlin sizə göstərdim. Yenə deyirəm, dostlar. Kimin nə dizayner fikirləri var, xahiş edirəm, gəlin eləyin. Mən nəyə bacardım, onu elədim. Burada xanımın stəkanları olacaq. Səliqəli stəkanları, nəlbəkiləri yığmışam bura. Burada onun kasası, salatnitsası, belə qablardır. Burada dərin boş qablardır. Tak. Burada bilirsiniz necə, bunu da bir saxlamaq üçün yer kimi istifadə elədim. Qazanları burada qoydum. Burada çaşqalardır. Nə bilim, bu bir salatnitsadır. Burada böyle qəşəng 2 dənə qabları var. Burada da var. Burada paraşoku qoymuşam. Bu gündəlik işlətdiyi stəkan, qaşıq filan meşməkən. Bax, bunu gündə istifadə edəcək ki, işte bu əlinin altında yudu, istifadə elədi, yudu. Krandan isti su, qaynar su gəlir. Oy, tak, burada boş qablar və biraz da yer qalıb, baxın nə qoyarıq burada. Yer az olduğundan. Burada da stəkanları qoymuşam. İndi deyərsiniz, ay stəkanları buru qoymuşsan, orada da qoyardın da, eyni stəkanlar bir yerdə olsun. Mənim halım yoxdur şurada elə şeylər fikirləşmək. Tak, burada boş qablardır. Yenə də radyatkalarla birlikdə. Oy, peçi mən silmədim, daha bağışlayırsınız. Mənim gücüm qalmadı. Sərdən mən qabları yuyurdum. Nə qədər qab görürsə, hamısını yuyurdum, qazanı yuyurdum, pol yuyurdum, təmizləyirdim. Hoşumda özünüz görürsünüz. Bunu da qoymuşam, bu balığı. Qoxunu elə qəşəng isti olub ki, qaz da yanır. Peçi də xanım bilir necə istifadə eləmək lazımdır. Uzağı peçi özü silər. Mənim gücüm qalmayıb. Tak. Soğanları səliqəli yığdım bura. Yenə deyirəm, yer saxlamağı bizdə yoxdur. Maksimal dərəcədə çalışdım, səliqə yaradım. Bu duz qabı olacaq, bu konfet qabı. Hələ produkt zat alacağım xanım üçün. Çay qabı, başım görürsünüz də hamısını. Və belə. Şu. Kuxnyamın işi axır ki bitdi. Yəqin ki xoşunuza gəlir. Bir dənə balaca xudmani, stul. Kimdə olsa, kimin hayıfı gəlməsə, verərsiniz, sizə min əvəzi gələr. Hörmətli dostlar, gəlin bizim xanımımızdan danışın və deyim məsələ necə oldu. Xanım, yenə də demişdim, fiziki qüsurludur. O da dövlətdən pensiya alır. Pensiyanın məbləği 180 manatdır. Xanımı heç kəs işə götürmür. Onu tanıyan çox adam ona maddi cəhətdən kömək edirdi. Yəni bugünə kimi o belə deyək də düzgün istifadə eləmirdi. Çünki heyvanları yedizdirirdi. İndi heyvanları yoxdur. Kim xanıma kömək eləmək istəsə, mənim kartım buradadır. Yəni bu kartı mən sırf o xanım üçün də həmişə istifadə edəcəm. Nəyə? Qazına. Artıq onun qazı var. Suyuna artıq onun suyu var. İşığına artıq işıq var. İndi siz təsəvvürünüzə gətirin ki, yəni bu xanım işıq pulu, qaz pulu, su pulu ödəməlidir və təbii ki, haçan bu proyekt qutaracaq, bitəcək. Kim xanıma yardım eləmək istəsə, mənim kartımı rahat o yardıma ata bilər. Yenə də deyirəm, o yardımdan bir qəpik belə mən özümə götürmürəm. Həmişə özünüz görürsünüz, atçotu verirəm. Bundan sonra da atçotu verəcəm. Əgər kartı kim ki pul atdı, xahiş edirəm çek atın. Çünki çekdən mən biləcəm ki, hə filan kəs pul atıb, nə üçün atıb. Çünki mənim də şagirdlərim var. Birdən təsadüfən götürüb onlar pul atarlar. Dərsimin pulunu ona görə deyirəm ki, yəni həmişə çek atın. Bilim ki, kimdəndir, nədəndir. Deməli, bu günləri yığılan məbləğ 102 manat 70 qəpik qalmışdı. Oradan 20 manat mən verəcəm Sergeyə. Sergeyə çünki, indi kısaca Royal Bey yenə də gələcək köməyə. Çünki o şkaf tam sökülə bilmədi. Sötki sökülmədi. Çünki yekədir. Onu çıxartmaq üçün, onu daşımaq üçün adam lazımdır. Sergey təkdir. Ona görə Royal Bey yenə də bizim imdadımıza gəldi. Pulsuz, təmənnasız, sağ olsun. Bəli, 180 manata uşaq, evlad saxlamaq olmur. İmkan olmur və ümumiyyətlə. Ona görə dünyada yaxşılıq görmək istəyirsinizsə, bu da sizə bir insandır, hansına ki, siz öz dəstəyinizi göstərə bilərsiniz. Yenə də deyirəm, mənim kartıma atılan hər qəpik proyekt bağlanandan sonra da yenə də atçot veriləcək ki, bu xanımın puludur və
Məsələn, yeməyi nə getdi? Nə alacağım, atçot verəcəm çeka ilə. İşığı nə getdi? Suyuna getdi, qazına getdi. Bu günləri mən onun işığını, suyunu, qazını ödəyəcəm. Yenə bizim bu yığılan məbləğdən. Hal-hazırda orada yenə deyirəm 102 manat 70 qəpikdir, səhv eləmirəmsə qalıb. Oradan 20 manat gedəcək ustaya, hansı ki şkafı daşıyacaq. Hələ bizim sağ olsun ustamız, Rayal usta gəlir kömək eləyəcək, pulsuz, təmənnasız o şkafı oradan evdən çıxardıb Sergey ilə birlikdə xanımımızın evinə aparmağa, sağ olsun. Çox sağ olsun. Sonra Volodya, mənim yoldaşım, mənim yoldaşımın dostu Volodya, onlar hamısı təmənnasız işləyirlər. Gözləyirlər otaq qurusun, oranı emulsiya eləyəcəklər. Spasibo большое Volodya. Çox sağ olsun Volodya, çox sağ olsun mənim Ruslanım. O da təmənnasız gedib oranı rəngləyəcək. Deməli belə, xanımın kartına bizim yığılan pullardan 50 manat atdım. 20 manat işıq, 20 manat qaz, 10 manat su. Xanım atçotunu verdi. Mən bayaqları gördüyünüz kimi statusa da onu yerləşdirdim. Hamınız görürsünüz ki, hara gedir pullar. Çox sağ olun sizin sayənizdə. Xanımın qazı, işığı, suyu ödənildi. Borcu daha yoxdur. Çox sağ olun.